Black Friday endirimində nələr aldım? Mən bundan sonra qərar verdim ki, kırısalıq eləyib hər şeyi Black Friday'də alacağım. 1 illik stok eləyəcəm özüm üçün. Lux Visage tonal krem, Pin-Up mat dodaq boyası, Emma rəngi. Qiymətləri axırda çekdə göstərəcəm. Divaş dodaqlar üçün yağ. Bunu blogerlər çox tərifləyirdi, ona görə aldım. Biodermadan məşhur micellar su məndə olan həssas dərilər üçündür. Çünki mən retinoldan istifadə edəcəm və mənə həssas dərilər üçün lazım olacaq. Manipula Influence'dan maskara aldım. Çünki bu tuş isti su ilə yuyulur və bir dəfə artıq yoxlamışam. Çox rahatdır. Belə yumaq ona görə bundan sonra gündəlik istifadə edəcəm. Bu tuşu isə təkrar alıram. Çox gözəl burgundi rəngi var və kiprikləri qəşəng uzadır. Hər şeyi Olivia'dan aldım. Tuşlardan başqa. Tuşların ikisini də Voyage Beauty'dən Crescent Mall'dan aldım. Mənə abunə olun, çünki mən bu kosmetikanı sizlə bir yerdə növbəti videolarda yoxlamaq istəyirəm və sizə fikirlərimi bildirmək istəyirəm. Bəs siz Black Friday endirimlərindən yararlanmısınız? Yazın harda yaxşı endirimlər var? Mənə çox maraqlıdır. Hələlik.